Bu yerin neymətlərinin başında zərif ətirli Azərbaycan çayı durur. Hardandır bu çayda bu qədər zərif ətir? Hər çay yarpağında torpağa qayğı ilə yanaşan əllərin hərarəti duyulur. Sovet Azərbaycanı savxozunun plantasiyalarında çalışan bu qızlar təzə tər yarpaqları bircə-bircə seçib yığırlar. Savxoz ötən il dövlətə 665 ton əvəzinə 771 ton yaşıl çay yarpağı təhvil verib. Bu yaşıl yarpaqlar Astara rayonunun qabaqcıl müəssisələrindən olan bir nömrəli çay fabrikində ilkin emaldan keçirilir, qablaşdırma üçün Lənkəran çay fabrikinə göndərilir.